Arzum 9999. Yəni arzum şeytan olmaq. Əsl adı İlduza Hacıyeva haqqında hamı video çəkir və üzülürəm ki, bir çoxsu məhkəmənin haqsız qərar çıxartdığını düşünür. Amma mən demək istəyirəm ki, məhkəmə 263.2, 264-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsilə ölümə səbəb olmaq və köməksiz vəziyyətdə qoyub hadisə yerindən qaçmaq günahlandıraraq 5 il 2 ay azadlıqdan məhrum edilib, məhkəmənin qərarı qarşısında boynumuz qıldan incədir. Azərbaycan vətəndaşları heç kimdən üstün deyil, qanun qarşısında hamımız eyni hüquqdayıq. Mən çox üzülürəm ki, bəzi şəhid ailələri və qazilərimiz tərəf çıxır arzuma. Bu tutulmamalıdır. Saat 1-də şeytanın işi var. O qaranlıq yolda, it olmayan yolda nə iş var? Deyək ki, həyatını itirən sürücü yüksək sürətlə idarə eləyir maşını. İnzibati xəta törədir. Amma sən ölümünə səbəb olmuşsan. Pulu əlimdən itirdim. Bilmirəm necə sürət var idi. Əlim ilişdi belə, əlimdə telefon var idi. Bura girdim, bu da buradan gəlir. Bu özünü bu yana verməsəydi, məncilim çıxmışdı. Fizika qanununa görə yüksək sürətlə idarə olunan istənilən bir şeyə adi toxunuş hərəkət etməni itirəcək, itirilir. Və sən ölümə səbəb olursan, bu azmış kimi hadisə yerindən qaçırsan. Özünü günahkar bilmirsən. Hətta günahkar bilməsən də, sən ailəsindən üzr istəməlisən. Ailəsi şikayətçi olmasaydı səndən, yaxud da az cəza ala bilər. Belə ana olar. Rəxit olasan, bəxtin. Yaxşı, elə deyilər. Ona kesin bəxtin yoxdur bəziləri. Rəxit olasan, bəxtin olur. Rəxit olasan, bəxtin olur. Bir çoxsuna düşünür ki, göz yıxdı arzumu. Göz deyilən bir şey yoxdur. Nəfis var. İnsanların xəta və günahlarını səbəb olmaq var. Bu hərəkətləri ilə bizim bəzi dırnaqarası baxıb ailələrində dava düşürdü, yoldaşından başqa cür rəftar edirdi, hətta boşanmasına yol açırdı, azadlıq istəyirdi qadınlarımız. Bizim mentalitetimizi pozan şəxsləri bu qədər uzatmaq. Baxırıq ki, tərəfdarları kimdir? Velizar. Velizar ağlayır. Mən çox sevindim ki, Azərbaycan Respublikası belə ali qərar qoyaraq yüzlərlə ağladır. Video çəkən kimdir? Ata Abdullayev. Ata Abdullayev insanları şantaj edərək, video çəkərək pul tələb etməkdən içəridə yatan şəxsdir. Yəni, hamımız bilməliyik ki, Azərbaycan Respublikasının qanunları alidir və hər birimiz tabeyik. Hər birimizin qanun qarşısında boynumuz qıldan incədir. Baxın, bu avtomobildə günah kimdədir? Qara maşında. Eyni hadisədir. Yəni, günahsız heç bir kəs cəza almır. Azərbaycanda günahsız heç bir kəs içəridə deyil. Ya etdiyi günahdan ya da başqa vaxt etdiyi günahdan sorumluluğu və Allah öz ədalətindən hər şeyi bərqərar eləyir. Hər kəs öz cəzasını alır. Allahın salamı, xeyir bərəkət olsun hər birinizə. Hoşuma gəlir sənə söyəndə. Adam sizə adam olana da belə düzəlir. Olmuşsan qardaşım. Düdük. Yaxşı dərsən. Yoxsa baba sənə mantik atır. Aslında nə olar? Biz də bək onu hədəsləyir. Yox, bilə eləyir. Də bilə eləyir. Elə sünnəti eləyir. Elə danışamı söyləsə vaxtınızı gələndə danışmır. O monitor arxası üzünə deyəməm. Mən mənim üzümə desin, ay bir mən xoşdur, işimiz yoxdur. Mənim sözümün qiyməti nə idi? Bu bəzi çaqqalları deyirlər. Bu hamısına aiddir. Çaqqalları deyirəm ki, xoş